Herkese salam. Yeni bir video ile karşınızdayım. Gəlin vaxt itirmədən başlayaq. Burada ilk öncə planımı hazırlayıram. Sabaha 6 dərsim olduğu üçün mən 6 dərsin hamısını yazdım. İndi hamısını da göstərəcəm. Necə yazdığımı. Burada işarələməmişəm. O dəfə özüm üçün plan qurmuşdum. Yadımdan çıxıb işarələməmişəm. Onu işarətlədim. İndiki bugünkü planımızı yazım. Bugün ayın 3-üdür. 3 noyabr 2025. Bu arada zəhmət olmasa videolarımı bəyənməyi və kanala abunə olmağı unutmayın. Planımı bitirdim. Baxın beləsinə yazdım. Sabaha bir dənə kesigim var idi mən. O da ki heç də, yəni onu da 2 dəqiqəlikdir. Onu oxuyub bitirəcəyik. İlerleyen dəqiqələrdə görəcəksiniz. İlk öncə ingilislə başlayıram. Müəllimə evə lüğətdən vermişdi. Yazmağa heç bir tapşırıq verməyib. Burada baxıram görüm hansı tapşırıq verib. Amma verməyib burada görəmiş. Baxın belə bir müəlliməmiz lüğət tapşırmışdı çıxartdırmağa. Mən də belə çıxartmışdım rəngli. Və buradan öyrənəm sözlərimi. Baxın beləsinə. Burada ingilis dili lüğətimi, sözlərini əzbərlədim. İndi isə planda işarələyirəm. Burada isə riyaziyyata başladım. Ayın tarixini, misalın nömrəsini və s. yazdım. İndi isə misala başlayıram. Biz əgər bilmək istəyənlər üçün hansı mövzudayıq? Biz tənasübün mən tənasübü keçmişik və onu hələ ki davam etdiririk. Belə qrafik formasını hələ təzə keçdik. Elə demək olar ki, bugün keçdik. Və belə müəllimə evə tapşırıqlar vermişdi, yazıram yəni. Bu gündə gördüyünüz üzere əla ulduz almışam. Gündəlikdə də almışdım. Müəllimə stiker yapışdırmışdı. Yəni 5 deməkdir da o. Beləsinə yazıram tapşırıqları.
Belə müəllimə həmişə misal, məsələn, hər misalda biz məktəbdə lövhədə A-sını və ya B-sini yazırıq, qalan variantlarını müəllimə evə verir. Daha asan da olur eləsinə. Ona görə də biz də müəllimənin verdiyini yazırıq. Müəllimə arada özündən evə tapşırıqlar ya atır, ya lövhədə verir, evdə biz özümüz gəlib işləyirik beləsinə. İndi burada keçirəm o birisi misala. Müəllimə 2 misal vermişdi. Burada beləsinə yazıram. Bu yazdığım misal 14 bilsiz nə ilə əlaqədardır? Elə bir məsələdir, qrafik verilib də, tərs mütənasibliyin. Ona görə mən də ona uyğun yazıram. O birisi birinci yazdığım misal isə nə ilə əlaqədar idi? Məsələn, verilib m bərabərdir 5 koordinatları 5, 8, bəs f bərabərdir 6, o birisi koordinatı tapın. Eləsin, orada elə bir k-lar bərabər olur deyə biz onu vurub, ikisi olanı vurub, o birisinə bölmək lazımdır tapacağımıza. Burada da misal 14-də də demişdi cədvəl çəkin, mən də belə cədvəl çəkdim. Əslində misal 14-ü çox da başa düşmədim. Yəni bəzi misal var ki, bəzi deyəndə yəni bir dənə variantını başa düşmədim da necə yazırıq. Yenə də onu mən müəlliməmdən soruşacağam. Bundan sonra isə bəlkə izahlı videolar da qoydum. Yəni məsələn bir sualı qısa video şəklində atdım. Eləsinə də ola bilər yəni. Siz yenə də izləmədə qalın. Burada isə riyaziyyatı bitirirəm. İndi isə planda işarətləyəcəm. Bu arada bu plan dəftərimi qopdu ortasından. Bilmirəm niyə oldu, amma yenə də qopdu. Çox bəyənirdim bunu, amma belə oldu da axırı. Nəysə, işarələdim. İndi isə keçirik o birisi dərsə. İndi burada fizik tərbiyədən demişdim kesək olacaq. Ona görə YouTube-da belə sürət qaydası var da. Ona idman dərsindən KSG-yə hazırlaşmaq bitdi. İndi isə ana dilinlə davam edirəm. Ana dilindən biz bugün yeni mətin keçdik beləsinə. Müəllimə buradan söz boğçasındakı sözləri yazıb dəftərimizə öyrənməyə, bir də ki C ilə C-ni verib yazmağa. Tapşırığı tam görməm, ona görə deyə bilmədim. Birinci tapşırıqda sözün mənasını soruşurdu. Onu indi mən yazıb göstərirəm. Burada isə bitirirəm tapşırıqlarımı. Beləsinə ana dildə bitmiş olur. İndi isə planımda işarələyəcəm. İdman dərsini işarələmədim. İndi onu ana dillə bərabər işarələyirəm.
Baxın belənçinə. İndi isə ədəbiyyata keçirik. Çünki təsvir incəsənəti niyə yazmayacağam? Çünki axırıncı dəfə KSG yazmışdıq. Yəni müəllimə heç nə verməyib ona görə. Ədəbiyyatdan da biz Alı kişini keçdik. Maraqlı mətn idi. Bu mətn daxili sualları verib müəllimə yazmağa. İndi onları yazacağam. Dəftərim də bu şəkildədir. Qələm qabıma çox qələm qoymuram. Çünki həqiqətən yəni lazım olmur da. Ona görə belə boş görsənə bilər. Daha çox evdə istifadə edirəm qələmlərdən. Burada isə ədəbiyyatı bitirirəm. Planıma da işarətləyirəm və videonun sonlarına doğru çatırıq. İşarələdim, bu şəkildədir. Bu qədər idi. Gələn videolarda görüşərik. Sağ olun. Videonu abunə olmağı unutmayın və like eləməyin.